karantina günü həqiqətən çox kökəlmişəm. Artıq qarın gedib. Yəni belə qarın olar. Yəni çox pis kilo almışam. Mən təcili arıqlamalıyam. Bütün gün hərəkətsiz kompüterin qabağında PUBG oynamaqdan həqiqətən çox kökəlmişəm. Siz nə eləmisiniz dostlar? Yəni karantin günündə nə edirsiniz? Onu da rəy bölməsində yazmağı unutmayın. Bu videoda çox rəy gəlsə sevinərəm. Deməli, arıqlamaq istəyirsinizsə, kilonuzu atmaq istəyirsinizsə, düz videodasınız. Çünki karantina günü kökəlmişik və bizə arıqlamağa ehtiyacımız var. Ona görə də sizə bir adam göstərəcəm. Bir sizə göstərəcəm bunu. Yazıb ki, kimdəyəm xatır və mənim üçün başım çıxmır, nə deməkdir o? Vorzakon Nizami. Görək bu Vorzakon Nizami kimdir? Bütün söhbətlərə gəlmiş. Söhbətiniz varsa zəng eləyirsiniz, gəlib sizin söhbətinizi həll eləyir. Bugün dostlar o videoya baxacağıq. Hə dostlar, əgər bir söhbətiniz düşdüsə, bir probleminiz oldusa, gəlib həll eləyir. İlk dəfə bunun storylarına baxaq. Daha sonra yazıb cavanlıq şəkilim, belə bir şəkil var. Daha sonra da yoxdur bir zərrə də qorxu. Bunu kim edibsə saf yazıb istəmirəm. Allah mənim qapımı açsın. Mən içəri üçün doğulmuşam. Vorzakon Nizami. Bu seriozlu videodur. Hələ belə bir şəklimiz var canavarımızın. Çox qəşəng şəkli var. Qəbul görək ay Nizi. Ayət düzünə Nizi. Sonra yazıb ki, Nizi 17 kilo alıb 14 dəqiqədə tez mənlə sivyaz açıq. Sonra Nizami qardaş sənin adına söyüşlü nik açıblar. Bax cavab ver qətlə yetir və şəkil çəkdir 3 dəqiqə 17 saniyə sonra. Yazıb bayaqdan darıxırdım deyə sonra telefonu 14 dəqiqəlik çölət qaçıb 17 nəfəri ürək nahiyəsindən qatla yetirdim. Möhtəşəm, kritik. Bu arada bu Photoshopdur. Sonra yazıb ki, burada bu hansı filmdir bilmirəm. Burada yenə Nizami müəllimi gördük, Vorzakon Nizamini gördük. Daha necə paxırlara fikir verməyin. Məsəl saniyədən əvvəl. Hə, bir də ki bu hər şəkil çəkəndən sonra saniyə yazır. Gənclərin tərbiyəsini pozan bir kişi sözünə yaraşmayan adamı ipdən asmaqla aparar ki, bu şəkildə oyun göstərmək istəyir. Adamın bir nəfər sürgəs etmək əmri verərkən alınan bir foto şəkil. Çox möhtəşəm, çox güclü Photoshop bacarı. Həqiqətən çox ləzzət elədi. Əvvəllər qəsdən adam öldürərək məhkum olunmuş kriminal avtoritet bu dəfə başqa cinayətə görə saxlanılıb. Oha, oha, bıçaqlar Qətil zətdə. hadisəsi mart ayının 17-sində rayon kəndində baş verib. Oha, oha, dəli oldum. Politəndərlə şəkli var. Yazı Politəndər kömək lazım olduğu üçün mənə yalvardı və birlikdə Cavid adlı bir oğlanı diri-diri bastırdıqdan 5 dəqiqə 19 saniyə sonra. Bəli, çox möhtəşəm Politəndərlə. Daha sonra burada şəxsi otağımda öldürdüyüm bir insan arkadaşı taxtanın içinə atdıqdan 1 dəqiqə 10 saniyə sonra çəkdiyim foto. Sən də bilərsən burada o maskalar nədir? Getirməmişəm çoxdan sırrı açma. Mən soyuqqanlı bir qatiləm. Nizami gəl mənimlə söhbətə başa salım səni. Bu qaqaşda söhbətin düşüb həll eləmək olar. Burada yazmışam biləm mən nə sivyazı keçdim. Tax üzvə tanımasınlar səni, düşmanın sənin çöllərdə. Sən də tüşkələcək. Nizi o boyda maskalar nəyə lazım? Bu da ki mənim ehtiraslı sevgilim Vorzakon Nizami, Vorzakon Naza var. Vorzakon Nazanın da profilinə baxaq. Nənə şəkli qoyublar. Nəysə başqa videolarımıza da baxaq. Burada da yenə şəkli var. Altdan yazıb Qumbara ilə bir ərazini partladıb eyni vaxtda 28 nəfəri partlatdığım hadisədən 6 dəqiqə 18 saniyə sonra. Bu gün neçə leşin var Nizi? Sonra burada yazıb neçə kilom var bu gün. Adamlarımla birlikdə 1 saat içində 26 nəfəri öldürdükdən 1 dəqiqə 16 saniyə sonra siqaret fasiləsi. Burada adamlarıdır. Çox möhtəşəm, çox möhtəşəm. Əla. Allah canınızı sağ eləsin. Akulalar oyaqdı yatmayıb yazıb. Qaqa, bədəllər 1 dəqiqə 10 saniyədə olub axı. Biri yazıb burada. Maqnat çəkirsən Nizi Naxçıvanski yazıb burada. Adamların zadına baxarlar bunun. Bucu. Gülməli kommentlər var. Həqiqətən cibrəylər olsa cırlarsan gülməkdən. Yazıb yenə cırıldım. Məmməd Avasini yazıb cırıldım. Başqalarına da baxaq. Görək. Aha, bu da bir də taxta oturan yerdə var. Taxta oturan yerdə otağımdan sizləri izləyərkən. Bayım var ol qardaş, nəzarət elə də yenə baharçılıq bas alıb gedir. Qəti Photoshopa oxşamır başın üstünə baxanda. Bu da deyir ki, bəli, burada qolların yarısı yoxdur. Ondan sonra nə yazıblar burada? Montaj deyil amma qolun yarısı yoxdur Nizami. Ceyhun Bakinski yazıb burada. Bəli, bu da çox möhtəşəmdir. Başqalarına da baxaq, başqalarına da baxaq. Rəqa, niyə çevirə bilmirəm? Yoxsa birdən bizi Vorzakon Nizami gəlib öldürsə? Bu video çəkmək çox risklidir. Həqiqətən, yəni hər an karantinada güvəndəyik biz. Karantina bitdiyi anda bizim hamımızı öldürə bilər. Ona görə də çox ehtiyatlı olun, xahiş edirəm. Evdən çölə çıxmayın. Ya da söhbətiniz varsa Vorzakon Nizami ilə əlaqə saxlaya bilərsiniz. Nömrəsi altlarda yazıb. Orada girib əlaqə saxlayıb dağıda bilərsiniz, cıra bilərsiniz. Duboy söhbətə ya da Instagram direktinə yaza bilərsiniz. Başqa baxaq. Burada da bıçaq oynadan yerdə. Ola bilməz. Gördüyünüz kimi
Möhtəşəm. Mən həqiqətən bundan Sivyaza keçmək istəyirəm. Prosta mən maraqlıca pulla gəlir söhbətə, yoxsa pulsuz gəlir? O da maraqlıdır. Yağ bıçağına bir də yazıb gözə görək başlıqda yazıb başda Bana burada lağ edənlər, söyüş söyənlər sizə heç nə demirəm. Siz ancaq monitordan özünüzü qızlara göstərmək üçün nəsə edə bilərsiniz. Sakit yaşayın, əks halda bıçağıma düş gələcəksiniz. Bu nə? Nizə brat bu sənin dediyin sözlərə inanmıram. Məncə bunu da bıçaqlamalısan. Özündən Nizami yazıb. Sənin çift xalqıda tapşırıram. Onlar çoxları bəlkə canın rahatlayar səni yazıb. Eşqi mehrə bu uca göyləri yazıb. Oy belə uşaqlar quşdamayın. Valla yazı şəkildə Sivyaza çıxır. Aha, deməli burada da bir dənə seçki mərkəzində bu ay ərzində öldürəcəyim bu adamların adını bu qutuya atmışam. Wow! Görək bir dənə kommentlərə nə yazılıb. Al burada mənim oxuduğum məktəb 6 nömrə deyim. Divarda bilçi öldürmüsən Allah. Can sakitdə Siviyada çıxmalılar yazıblar burada. Kimə çox səs gəlsə öləcək yazıb. Yox o ki deputatları öldürəcək yazıb. Torpaq yetişdirir də yazıb. Bu fərd yazıb. Kommentə gülmə işarəsi atıblar. Bağışa burada səhv buraxdım. Biraz diqqətli ol. Yoxa çıxartınlar necə yazıb biri də. Burada nəsə var mı? Yox. Mən fəxr edirəm. Bizdə səs vermə məntəqələri var. Bəli qabağa çəkmək lazımdır Vorzaxon qardaşları. Nizami mənlə Siviyada get təcili sana söz atırlar görək söhbətə. Saytsan yerdə qəşəng. Yazıb Sxotkadan 5 dəqiqə 33 saniyə sonra. Cac necə ilə Siviyada çıx təcili Sxotkadır. Başın üstəsi rozetkaya yarışır sənin Sxotka. Sokkadan da prof çıxıb, qapazaltı olandan sonra 69 dəqiqə 31 saniyə sonra. Burada inşallah böyük qardaş Nizi ilə danışa bilək hələ sənin məsələni edə bilək. Küçədən bu elə belə oğul deyil, birbaşa oğulçu kursudur. Yazıb ki, Sxotkadan sonra. Bəli, bu deyəsən Azəri Van Damın ikinci versiyasıdır. Azəri Van Dam kimi. Görək bu Azəri Van Damla Vorzaxon Nizamini dalaşdıra bilərik. Buradan Vorzaxon Nizamiyə səslənirəm. Yəni sevinirəm ki, siz gəlib Azəri Van Damla söhbət eləyəsiniz, onu öldürəsiniz. Mənim onunla söhbətim düşüb həqiqətən. Onu gəlib öldürəsəniz sevinərəm, onu bıçaqlasanız sevinərəm. Az qalıb qorxudan titrəyim, bazılarının dərisini soyacağam. Az qaldı gəlirəm, məni heç kim saxlaya bilməz. Ya izin voram. Qaç gizlənməlidir məncə. Nizami müəllim onun darısını soyacaq. Məzələnmə də bir yazıb komment. Hardasan yazıblar. Bəli girək başqa şəkillərinə də baxaq. Çox möhtəşəm, çox tema adamdır. Həqiqətən mən ləzzət elədi. Bilmirəm, prosta zarafatçam eləyir, nə eləyir bilmirəm. Səhv eləmirəmsə, Vüqarla söhbətdən 17 dəqiqə 36 sonra də avvarlı bu şəkil. Meyxanaçı Vüqarla söhbətdən 3 dəqiqə 7 saniyə sonra çəkilən fotorop. Nə? Fotorop. Bəli, çox möhtəşəm. Birini yazım. Neçə dəqiqə və neçə saniyə sonra çəkdirmişlər şəkildə yazıblar. Söhbətin 69 dəqiqə 31 saniyə sonra saniyəsinə qədər yadımda deyil. Bir də yazıb, sonuç yazıb burada. Sonuçunda profilinə baxaq. Qətiyyən, yəni qızlara keçmək fikrim yoxdur heç bir şəkildə. Ay, məktəb sevgim yadıma düşdü. Nizami A nədir görəsən? Mən çox təəssürləndim. Sikət. Yox, atam evdə dağılmasın. Nəsə bu birsə də bax. Bəli, Allah canınızı sağ eləsin. Sözünüzü mütləq qoruyun. Həqiqətən Azərbaycana çox lazımsınız. Yəni ciddi şəkildə deyirəm, Azərbaycanın sizə həqiqətən ehtiyacı var. Yəni ona görə siz maska taxın, özünüzü vicdanla qoruyun. Çox xahiş edirəm Nizami müəllim. Ha bir dənə toyda oynayır da. Bəh! 9 nəfəri bıçaq ilə kəsəndən 9 dəqiqə 16 saniyə sonra toyda rəqsib. Bəli, 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 bəli. Möhtəşəm, möhtəşəm. Nizami müəllim, möhtəşəm. Siz həqiqətən Vorzaxon adına layiqsiniz. Bəli, Nizami müəllim, nikində şəkillərin altında söyüş təhqir yazan mantor, arvada qızlar ağıllı olun. Sizi tapmaq elə də çətin deyil. Söyüş söyüb özünüzə qızlara göstərirsiniz.
Şəkillərimi oğurlayıb nik açan şəxslərin nikləri bu çətin admin tərəfindən yandırıldı, amma özlərini isə şəxsən özünü tək-tək yandırıb Azgil ağacından asıb edam edəcəm deyir. Azgil ağacından. Azgil. Qəsrin rayonunda Azgil ağacı var. Lənkəran Tibb Kollecinin qabağında şəkil çəkdirib Nizami müəllimimiz. Bıçaqladım, gözlərimdə oxuya bilməm. Bıçaqladım bir adam olmayından yenidən onu bıçaqladığım bir adam olmadığından yenidən onu xəstəxanaya yatdığı xəstəxanaya gəlib onu öldürdükdən 2 dəqiqə 17 saniyə sonra bəli. Görək başqa nə var? Başqa nə var? Qurtarmasın. Aha, başqa videolar. Bəli, burada da var. Görək nə yazıbdı. Sonra telefon turmasında öz istəyimlə girməzdən 3 dəqiqə 17 saniyə avval. Möhtəşəm müəllim, möhtəşəm. Burada çox qəşəng şəkil və zarafatı qoyuram kənara. Bu gündən sonra mənim adıma kim niklər atsa şəkillərimi oğrasa inciməsin məndən. Adıma niklər atılar. Heç kim inanmayın. Mənim tək profilim budur. Dostum, tanışım olsun, kim olur olsun, görsəm belə şey məndən inciməsin. 24 saat həmişə kim izləyirəm, hər kəsə addım. Ortamı kamerazat qoyur. Özünüzə yaxşı baxın dostlar. Bir sonraki videoda görüşmək üzrə. Daha çox belə video istəyirsinizsə aşağıdan video like atıb kanala abunə olmağı unutmayın. Bəzi TikTok videoları var. İyi butondan girib TikTok videolarını da izləyə bilərsiniz. Özünüzə yaxşı baxın. Bir sonraki videolarda görüşmək üzrə. Bye bye.